Xırdalanda Blues City'də yerləşir. Siz də evinizi belə gözəl təmir etdirmək istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz. Zal studiyada dizayna görə yerləşim olunub. Görə bilirsiniz, modern üslubda çox da super alınıb. Yəni bu mənzili canlı olaraq görmək lazımdır. Sizə mənzilimizi ətraflı çəkiliş edib təqdim edəcəyik ki, Villa Baku şirkəti necə də peşəkar xidmətlər göstərir. Uşaq yataq otağında təqdim edirəm 2 nəfərlik. Gördüyünüz uşaq otağında həm dərs masaları yerləşdirilib, valideyn yataq otağında sizə təqdim edim. Valideyn yataq otağında gördüyünüz kimi dizaynda olduğu kimidir. Yəni bu video çəkilişi uzun olmasın deyə dizaynı sizə təqdim edə bilmirəm. Yəni necə vardısa burada yerləşim olunub. Spot dolabı burada yerləşir. Mebelləri də mükəmməl yığılıb. Villa Baku təmir şirkəti tərəfindən təmir olunub. Bu isə də iş masasıdır, yəni valideynlər üçün. Sanitar qovşağı sizə təqdim edəcəm. Buyurun izləyin. Sanitar qovşaqda dizaynda olduğu kimi birə-bir təmir olunub. Unitazı gördüyünüz kimi dekorlu daşlarla işlənib və moykanın arxa hissəsi. Yəni ev sahibinin istəyinə uyğun olaraq təmir olunub. Zal studiyanı da sizə təqdim edəcəm. Görə bilirsiniz, modern üslubda çox da super alınıb. Yəni bu mənzili canlı olaraq görmək lazımdır. Sizə mətbəxi də təqdim edim. Baxın, görün necə də gözəl mətbəx çıxıb. Təbii ki, ev sahiblərinin sözləri də bizim üçün önəmlidir. Buyurun. Adətən bu təcrübələri yaşamış bir şəxs kimi ilk əvvəl istər-istəməz yeni bir şirkətlə tanış olduqda etibar qazanma məsələsi olur. Villa Baku ilə də tanış olduqdan sonra yəni həqiqətən işlərindən razı qaldıq. Bizim belə deyək də dizayn olaraq, istər dizayn olsun, istər sonraki mərhələlər olsun, təmir tikinti olsun, yəni heç bir iş axsamadan vaxtında və qeyd olunan materiallarla təhvil verildi. Adətən digər problem də fərdi təmir edən zaman ustaların arxasıca qaçmaq, o ustanı gətirmək, bu materialı seçmək, bu problemlər də olur. Bu işlərə bizim üçün Villa Baku şəxsən özü gördü. Biz sadəcə materialları seçirdik və onların bizə təklif etdiyi dizaynlara baxdırdıq, düzəlişlər edirdik və nəticə etibarilə bizi çox qane elədi və yekunda belə bir təmirli evi ərsəyə gətirdi. Zal studiyanın balkonunu da sizə təqdim edim. Balkonda həm kondisionerin motorları yerləşdirilib, həm də kombi sistemi.